Alimlərimizin qarşısında əkin zamanı hər yuvaya düşən pambıq toxumunun göyərməsinə nail olmaq kimi mühüm vəzifə dururdu. Bu məqsədlə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun laboratoriyasında uzun müddətdir ki, tədqiqat işləri aparılır. Dosent Yunis Zeynalov toxumları kükürt turşusunda çılpaqlaşdırır. Bu zaman toxumlar tünd qəhvəyi rəng alır. Kükürt turşusunun qalıqları yuyulduqdan sonra əkin üçün yararlı toxumlar suyun dibinə çökür. Bu şərəfli işə akademik Nikolay Ivanoviç Malov rəhbərlik edir. İndi yararlı toxumları müəyyən etmək üsulu tapılmışdır. Hazırda bu yeni üsul Kirabat Pambıq Yağ Pi kombinatında tətbiq edilir. Mühəndislərlə fəhlələrin qarşılıqlı əməkdaşlığı sayəsində burada xüsusi aqreqat düzəldilmişdir. Həmin aqreqat vasitəsilə əkin üçün yararlı toxumlar seçilir. Bu, alimlərimizin kolxoz tarlalarında çalışan pambıqçılara qiymətli hədiyyəsidir.